Kanalıma abone olan videolarımı izleyen herkese bu videomun mövzusu Riyaziyyat Namazov Çalışmalar 5-ci sinif kitabından ümumiləşdirici tapşırıqlar səhifə 62-dəki tapşırıqların həlləridir. Kimdə kitab yoxdursa ekranı saxlayaraq tapşırıqları yazmağa çalışsam, indi isə mən sizə həlləri təqdim edirəm. 12-də deməli deyir ki 12-də bərabərsi natural həllər çoxluğunu yazın. Mən 35-i 84-də vurdum, 2940 aldım. Digər tərəf verilib, onsuz da 2952. Yəni 2040-dan deyir böyük olsun, 2952-dən kiçik bərabər olsun. Bu aralıqda olan ədədləri yazırıq. Onları istəyir. Hamısını qeyd eləmişəm, baxa bilərsiniz. Eyni qayda ilə ikinci tərəfdə də 5427-ni bölmüşəm 9603 almışam. 602 ilə 603 arasında hər ikisi daxil olduğuna görə 602 ilə 603-dür. Nömrə 13-də. Məsələn, şəklini qurdu çəkmişəm sizin üçün. Deyir, çayın axınına qarşı hərəkət edən kater 6 saata 120 km yol gedir. Çayın axma sürəti 3 km saat olarsa, kater 5 saata çayın axını ilə nə qədər yol gedər? Düstur yada salaq. V kater nə olar? Yəni V katerin sürəti S getdiyi, katerin getdiyi yolun T katerin getdiyi saata nisbəti 20 km saat. Buradan V kateri tapdıq. 20 km saatdır. Bir də burada əvvəldən nə deyib? Burada sizin üçün qeyd eləmişəm. Baxın, V katerdən V çay əksinə getdiyinə görə 20 km saat olub. Onda V katerin öz sürəti, yəni V çayın 3 olduğuna görə 23 olub ki, 23-dən 3 çıxanda 20 km alınıb. Deməli, burada 23-dür. Əslində, V katerin sürəti 23 km saatdır. Bu V kater çayın axınına qarşı gedən sürətidir. 23-ü tapdıq, gətirib indi qoyuruq yerinə tapırıq. Çayın axını ilə nə qədər yol? Axın ilə gedəndə artıq toplayırıq. V katerindən V çayı toplayıb T'yə vurmalıyıq. Yəni 23-dən 3-ü toplayırıq. 26-nı 26-nı da 5-ə vuranda 130 km edəcək. İndi isə 14-cü. İfadələrin qiymətini tapın. Hesablayırıq. Sadəcə 422-ni yerinə, A-nı yerinə qoyub hesablayırıq. Yazmışam hesablamağı. İkincidə də B-ni yerinə 42042 qoyub hesablayırıq. Onu da yazmışam sizin üçün. Baxa bilərsiniz. 15-də. 15-də nə deyir? Birinci x minus 127 bərabərdir 8000-dən x-i tapırıq. O da eləyir 8127. Gətirib qoyuruq yerinə və beləcə hesablayırıq. Onu da yazmışam sizə hesablanma qaydasını. 16-da bölən 308, natamam qismət 23, qalıq 17 olarsa verilənləri yazmışam. X bərabər neçə olar? 308-i 23-ə vurur. Üzərinə 17 gəlsə 7101 alınacaq. İkinci, bölən 257, natamam qismət 28, qalıq 5 olarsa, yenə deyilənləri yazmışam və hesablayıb 7201 almışam. İndi isə nömrə 17-də. Vurmanın paylama qanunu tətbiq edərək ifadələrin qiymətini tapın. Baxaq görək necə eləyəcək. Vurmanın paylama qanunu odur ki, yəni 48 hər ikisində var. Ortaq vuruq çıxartmışam birinci mötərizədən. 73-dən 27-ni cəm eləyib. 48-i 100-ə, onu da 6-ya vururuq. 22800 edəcək. İkincidə 61-i mötərizə xaricinə çıxırıq. 82-nin 18-in cəmi vurulsun 15. 61-i 100-ə, 100-ü də 15-ə 91500 alınacaq. Üçüncüdə 241-i vuracağıq. Burada vurma işarəsidir. Səhvən çıxma işarəsi yazılıb. 41-i vuracağıq. 228 çıxılsın 28 vurulsun 15. Burada da 41-i vuracağıq. 200-ə vurulacaq 15-ə 123.000. Dördüncüdə 73 çıxacaq mötərizə xaricinə. 132-dən 32 çıxacaq. 73-ü vuracaq, 100-ə vuracaq 8-ə, 58400. 18-də tənlikləri həll edin. Deməli, x-ləri 1 yazırıq, ədədləri 1 hesablayırıq. 23-ə 12-yə vuranda eləyəcək 276. 39 x-dan 38 x çıxanda x alacaq. Buradan da x bərabər 817-dən 376, 541-ə bərabər olacaq. İkinci, 2, 3, 4-də tənliklərdir, hesablamalardır. Hesablama mümkün olan yerləri hesablamışam. Sonra isə dəyişənləri də 1 hesablayıb tənliyi həll etmişəm. Özünüz baxa bilərsiniz. 19. Cəmləri hasil şəklində yazın. Necə yazacağıq? Yəni 25x birinciyə baxın. 25x üstə gəl 25y. Deyə bilərsiniz ki, bunu necə yaza bilərik? Onda ortaq vuruq çıxara bilərik. 25 vurulsun, x üstə gəl y-ın hasili şəklində yazmışıq birincini. İkinci, 19 çıxa bilər mötərizə xaricinə. Mötərizədə qalır A üstə gəl B. Yəni 19 vurulsun A üstə gəl B-nin hasili şəklində yazmışıq. Üçüncüdə 32 A üstə gəl 32 B üstə gəl 32 C. 32 çıxacaq mötərizə xaricinə. Mötərizədə qalacaq A üstə gəl B üstə gəl C. Bunu da 32 vurulsun A üstə gəl B üstə gəl C-nin hasili şəklində yazmışıq. Dördüncüdə 43-ü çıxaracaq mötərizə xaricinə. Mötərizədə qalacaq M üstə gəl N üstə gəl K.
Burada da o deməkdir ki, 43-ü vuracağıq. Yəni 43 ilə n üstəgəl k-nın hasilini tapmışıq. 20-də tənlikləri həll edin. Yenə dəyişənləri birinci hesablayırıq. Yəni 482-dən çıxacaq. 28-dən x-dan 26x çıxan necə eləyir? 2x. Yəni biz 482-dən 2x çıxsaq bərabər olacaq 106-ya. Buradan da 2x bərabərdir. 482-dən 106 çıxanda nə eləyir? 376. 2x bərabər 376. X bərabər 376-ı 2-yə böləndə x bərabərdir 188. İkincidə 73x çıxsın 70x. 3x edir. Üzərinə 75 bərabər 210. Buradan 3x bərabər olur. 210-dan 75 çıxanda 135. X bərabərdir 135-i 3-ə böləndə x bərabərdir 45. Üçüncüyə baxaq. 132 ilə 95x çıxsın 90x bərabərdir 257-ni hesablasaq. 132-nin üzərində 5x gəlməliyik. Bərabərdir 257. Buradan 5x nəyə bərabər olar? 125-ə. X də bərabərdir 125 bölünsün 5. X bərabərdir 25. Dördüncüyə baxın. Dördüncüdə nə deyir? 83x çıxılsın 79x çıxılsın 42 bərabərdir 58. Burada 83-dən 79 çıxanda nə edəcək? 42. Yox, üzr istəyirəm. 83x-dan 79x çıxanda 4x edəcək. 4x-dan da 42 çıxacaq. Bərabərdir 58. Buradan 4x nəyə bərabər olacaq? 58-dən 42-in cəminə 4x bərabərdir 100. X də bərabərdir 100 bölünsün 4. X bərabərdir 25. Bu da dördüncünün həlli. İndi isə keçirik. Səhifə 62-də 21 nömrəli məsələnin misalların həllinə. Burada nə deyir? Səmərəli üsulla hesablayın. Birinci misala baxaq. 25 vurulsun 12 üstəgəl 15 vurulsun 12. Buradan nə görürsünüz? Buradan aydın olur ki, ortaq vuruq var. Ortaq vuruq neçədir? 12. Yəni 12-ni çıxaracaq mötərizə xaricinə. 25-in üzərinə 15 gələcək. Yəni 25-dən 15-in cəmi 40-dır. 12-ni də 40-a vuranda 480. Yəqin ki, sonu sıfırla olan ədədlərə vurmanı bilirsiniz. Yəni burada 12-ni 40-a alt-alta vuranda 40 kimi yazmağa ehtiyac yoxdur. 40-ın sıfırını götürürük, saxlayırıq yadda. Yəni ən sona yazıb saxlayırıq. 12-ni 4-ə vururuq. 48, 48-in də yanında 0, 480. Bu qayda ilə hesablanır. İkincidə ortaq vuruq 308-dir. 147-dən 47 çıxmışıq, 100 edib. 308-i 100-ə vururuq. Bunların da qaydasını yəqin bilirsiniz. 100-ə, 1000-ə, 10-a, yəni yüzlüklər, onluq yazılışı olanlara vuranda sondakı sıfırlar ədədin yanına yazılır. Yəni 308-in yanına 2 dənə sıfır yazırıq. Kifayət edir hesablamamız. Üçüncüdə 41 çıxacaq mötərizə xaricinə. 511-dən 489-un cəmi 1000-dir. 41-i 1000-ə vurmaq, 1000-in 3 dənə sıfırın 41-in yanında yazmaq deməkdir. Dördüncüdə 183 çıxacaq mötərizə xaricinə. 225-dən 125 çıxacaqsınız. 183-ü 100-ə vurmaq, 100-ün 2 sıfırın 183-ün yanına yazmaq deməkdir. Beşincidə 6-nı vuracaq. 792-dən 142 çıxana nə edir? 650. 650-də 65 saxlayırıq. 0-ı axıra yazıb yadda saxlayırıq. 6-nı 65-ə vursaq 390. 0 da yazanda 3900. 6-cıda 57 çıxacaq mötərizə xaricinə. 913-dən 87-in cəmi 1000-dir. 57-ni 1000-ə vurmaq, 57-nin yanında 3 dənə 0 yazmaq deməkdir. Yəni 57.000 edəcək.